Azərbaycan Prezidenti İlham Əliyev Daşkəsən rayonu Gəncə Daşkəsən Quşçu-Çovdar Çaykənd avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir, 3000 nəfər əhalinin yaşadığı 6 yaşayış məntəqəsini birləşdirən Gəncə Daşkəsən Quşçu-Çovdar Çaykənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin 8,5 milyon manatı Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinə ayrılsın. Azərbaycan Prezidenti İlham Əliyev Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında sərəncam imzalayıb. Sərəncamda deyilir, Azərbaycanda paralimpiya hərəkatının daha da inkişaf etdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin maddi-texniki bazasını möhkəmləndirmək üçün Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan komitəyə 500.000 manat ayrılsın. Daxili İşlər Naziri Ramin Yusubov 2 polis rəisinin yerini dəyişib. Unikal.org-un əldə etdiyi məlumata görə, General Polkovnik Ramin Yusubovun əmri ilə Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik leytenantı Sadıq Abbasov, Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin rəisi təyin edilib. Nazirin digər əmri ilə Xəzər rayon Dövlət Yol Polisi şöbəsinin rəisi, polis polkovnik leytenantı Rafiq Məmmədov, Suraxanı rayon Dövlət Yol Polisi şöbəsinin rəisi vəzifəsinə təyinat alıb. Xəbəri Suraxanı rayon Dövlət Yol Polisi şöbəsindən Unikal.org-a təsdiqləyiblər. Bakı bas avtobusu qəzaya düşüb. Hadisə Yasamal rayonunda qeydə alınıb. Məlumata görə Bakı bas avtobusu Moldovanın Azərbaycandakı səfirliyinə məxsus Toyota Prado markalı 040D001 qeydiyyat nişanlı minik avtomobili ilə toqquşub. Qəza nəticəsində ölən və yaralanan olmasa da hər iki nəqliyyat vasitəsinə ziyan dəyib. Qeyd edək ki, bu Toyota Prado markalı 040D001 qeydiyyat nişanlı minik avtomobilinin ilk qəzası deyil. 2017-ci ildə həmin avtomobil Yasamal rayon ərazisində qəzaya düşmüşdü. AKP-nin etirazından sonra İstanbulda bələdiyyə seçkiləri üçün səs verilən 530 sandıqda səslər yenidən sayılıb. NTV-nin məlumatına görə AKP-nin namizədi Binəli Yıldırımın lehinə 11.109 səs artıb. Bununla da CHP-nin namizədi Əkrəm İmamoğlu ilə aradakı fərq 19.000-ə düşüb. AKP-nin sədrinin köməkçisi Əli İnsan Yavuz bildirib ki, 5857 sandıqda isə etibarsız səslər yenidən sayılıb. Onlardan 1641-i Binəli Yıldırımın lehinə olub. Qeyd edək ki, hazırda bir neçə qəsəbədə yenidən sayım davam edir. Saçlarım təbiidir. Gözəllik yarışmasına qatılan insan sünni olmamalıdır. Məndə heç bir estetik əməliyyat yoxdur. Bundan qorxan bir insanam. Qafqaz İnfonun məlumatına görə bu sözləri Azərbaycan Gözəllik 2019 müsabiqəsinin qalibi Melisa Nuriyeva Leyte.azın canlı yayımında qonaq olarkən ünvanına səsləndirilən tənqidlərə cavabında deyib. Hər kəs kənardan baxıb şərh yazır. Qınamıram. İndi hamı estetik etdirir. Belə hallar çoxaldığı üçün kimdəsə uzun saç görəndə düşünürlər ki, qaynaqdır. Bilməyib danışanlara hörmətlə yanaşıram. Gözəllik yarışmasına təbii olaraq çıxmalısam. Yarışmada hər şey bir-birini tamamlamalıdır. Melisa seçimlərin ədalətli şəkildə keçirildiyini qeyd edib. Seçimlər saxta olmayıb. Hər şey ədalətli şəkildə baş verib. Hər kəs düşünür ki, pul ilə önə gedirlər. Mən yarışmada belə şeylərlə rastlaşmadım. Mənim öz işim var. Modellik isə hobbimdir. Bundan əvvəl seçilən gözəlləri də tənqid ediblər. Nərimanov rayon məhkəməsində Tonqal restoranında kütləvi zəhərlənmə faktına görə həbs edilən İlham Qasımovun cinayət işi üzrə məhkəmə iclası başa çatıb. Yeniçar.azın məlumatına görə məhkəmənin hökmü ilə o 3 il müddətinə azadlıqdan məhrum edilib. Hökmdən narazı qalan məhkumun müdafiəçisi apellyasiya şikayəti və dövlət ittihamçısı isə apellyasiya protesti verib.
Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə apellyasiya şikayəti və apellyasiya protesti təmin edilməyib. Daha sonra İlham Qasımov kassasiya şikayəti ilə Ali Məhkəməyə müraciət edib. Kassasiya şikayəti hakim İmran Hacıqayıbovun sədrliyi ilə araşdırılacaq. Qeyd edək ki, 2018-ci il avqustun 11-də Bakının Nərimanov rayonunda fəaliyyət göstərən Tonqal restoranında 3 azyaşlı olmaqla 13 nəfər qidadan zəhərlənib. Zəhərlənmə ilə bağlı Bakı şəhər prokurorluğunda cinayət işi başlanılıb. İlham Qasımov iş üzrə təqsirləndirilən şəxs qismində cəlb edilərək onun cinayət məcəlləsinin 308.2 vəzifə səlahiyyətlərindən sui-istifadə ağır nəticələrə səbəb olduqda maddəsi ilə ittiham elan edilib və barəsində məhkəmənin qərarı ilə həbs qəti imkan tədbiri seçilib. Aprel döyüşləri zamanı Azərbaycan ordusunun əsgərlərinin ermənilərə satılmasında adı hallanan hərbiçilərlə bağlı Real TV-də sensasiyon fikirlər səsləndirilib. Aparıcı Minşahinin açıqlamasına görə Azərbaycan ordusunda xidmət göstərən bölük komandiri Süleyman Kazımov, tabor komandiri polkovnik leytenant Ağayeviçin tərəfindən düşmənə təhvil verilib. Həmin vaxt ermənilər Azərbaycan hərbiçisini cinsi təcavüzə məruz qoyub. Daha sonra zorlama səhnəsini telefona çəkərək onu şantaj etməyə başlayıblar. Bu şantajlardan sonra Süleyman Kazımov Azərbaycan ordusunun hərbi sillərini düşmənə verməyə məcbur olub. Görün nə gündə yaşayırıq. Bu vaqona baxırsınızmı? Bu vaqonda yaşayıram. Bu əcri mən bu vaqonda çəkirəm. 1992-ci ildən mən bu vaqonda yaşayıram. Bu yaşayışdayam. Görün mən necə yaşayıram. Baxın. Görün mən necə yaşayıram. Belə yerdə yaşamaq olarmı cənab prezident? Belə gün olarmı? Bax su ayağımızın altında. Heç yerimək mümkün deyil cənab prezident. Gör nə gündə yaşayırıq. Gör biz harda yaşayırıq. Gör nə cürə yerdə yaşayırıq. Cənab prezident, sizin xəbəriniz yoxdur. 1992-ci ildən mən bu əcri çəkirəm. Bax bu vaqonda yaşayıram. Mən bu vaqonda, bax yemək pişirilən yerimizdir. Burada yemək yemək olar. Uşaq antisantariya, acınacaqlı vəziyyətdə yaşayıram. Heç kəsin xəbəri yoxdur. Mən neçə illərlə nə çəkirəm cənab prezident. Gör nə gündə yaşayıram. Mən bu dəmir vaqonda nə günlərdə yaşayıram, nə günlərdəyəm. Nə pis vəziyyətdə yaşayıram cənab prezident. Çox acınacaqlı vəziyyətdə yaşayıram, çox. Çox acınacaqlı vəziyyətdəyəm. Çox, bax bu hamamdır səki. Kanalizasiyası yox, hisli. Belə hisli yerdə yaşayıram, hisslə. Çox acın, bizim vəziyyətimiz çox acınacaqlıdır. Hələ gör neçənci əsrdir. 1941-45-də də belə hadisələr olmayıb. Cənab prezident, görün nə gündə yaşayıram, görün nə saatda yaşayıram. Çox acınacaqlı vəziyyətdə yaşayıram. Çox acınacaqlı vəziyyətdə yaşayıram, cənab prezident. Belə vəziyyəti olarmı, belə iş olarmı? Çox, mən ki, bütün aidiyyət orqanlarının hamısına yazmışam, çox acınacaqlı. Bax, bu suyun içində, bu suda, bu zatda hamısı gələndə dolur evə. Görün nə gündə yaşayıram, görün nə saatda yaşayıram. Ekologiya və Təbii Sərvətlər Nazirliyi 5 apreldə gözlənilən hava şəraitini açıqlayıb. Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə Bakıda və Abşeron yarımadasında havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi gözlənilir. Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub küləyi axşam şimal-qərb küləyi ilə əvəz olunacaq. Havanın temperaturu Abşeron yarımadasında gecə 7-9, gündüz 13-16, Bakıda gecə 7-9, gündüz 14-16 dərəcə isti təşkil edəcək. Atmosfer təzyiqi 761 mm civə sütunundan 765 mm civə sütunla yüksələcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65% olacaq. Azərbaycanın rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşama doğru bəzi qərb rayonlarında yağış yağması gözlənilir. Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 4-9, gündüz 17-22 dərəcə isti, dağlarda gecə 2 dərəcə aşağıdan 3 dərəcəyədək isti, gündüz 6-11 dərəcə isti təşkil edəcək. Aprelin 5-də Abşeron yarımadasında meteoroloji amillərin zəif tərəddüdü, iqlim normasına yaxın temperatur rejimi meteohəssas insanlar üçün əlverişlidir. Salam əziz izləyicilər. Mən istəyirəm ki, bugün arılar haqqında sizə biraz məlumat verim. Mən Hüseynov Vidadi, Aslan rayonunun Miki kəndində yaşayıram, gənc arıçıyam.
Yəni ki, 120-yə yaxın arım var. Arılarımın 50-yə yaxın arım buradadır. Qalan hissəsi isə, yəni ki, çəmən bitkilərinə onu ayrı yerdə qoymuşam. Orada bal gətirir. Burada gördüyümüz, yəni arıları şəmi çəkdiyinə, bura arılarımızın qoyduğu yer Astara rayonunun Mikikəndi dağlıq ərazidir və gördüyümüz dağ Türkan Milli Parkının səhradıdır. Yəni arılar həm Astara meşə fonunun Astarada olan, yəni dağlıq ərazidə bitən bitkilərdən bal yığır, həm də Türkan Milli Parkında bitən minlərlə bitkilərdən və min bir dərdin dərmanı saydığımız bitkilərdən bal yığır. İndi istəyirəm ki, yəni ki, arıları hələ bura təzə gətirmişik. Hələ burada arılar bir aya yaxın, yəni ki, məhsul gətirəcək. Güllər, çiçəklər burada hələ təzə açıb. Yəni, çəkdiyinə göstərə də bilərik. Yəni, burada əsasən bal gətirir, yəni ki, göçə ağacından əsas bal gətirir və Qafqaz xurması adlandırdığımız meşədə təbii halda bitən cır xurmalardan bal gətirir. Və meşədə bitən bütün bitkilərdən, sitrus bitkilərdən, yəni bal yığır, burada arılar, meşədə bitən, yəni qaragilə, yəni bütün bitkilərdə, təbiətdə bitən bütün bitkilərdən bal yığır. İndi istəyirəm ki, bir-iki arı yeşiyini yəni açım, orada sizə balı yəni göstərim, hələ arı təzə bal düzü gətirib, hələ burada bir aya yaxın məhsul gətirəcək, onu mən istəyirəm ki, çəkim sizə göstərim. Biz bildiyimiz kimi, arılar bütün çiçəklərdən bal gətirir, yalnız qızıl gülün üzərinə əyləşməz. Yəni ki, ondan məhsul götürməz. Çünki Allah Taala tərəfindən bizə çatdırdığına görə qızıl gül haram buyurulur. İndi mən istəyirəm ki, bir arı yeşiyini açım. Burada sizə arının gətirdiyi məhsulu, yəni ki, Allah bərəkət versin. Gördüyümüz kimi, arı hələ indi bal vurub, həmi balı çək göstər. Və qalan hissəsi isə çiçək tozudur, yəni güləndir. Bu gördüyümüz bax bu gülən min bir dərdin dərmanıdır. Bütün demək olar xəstəliklərin dərmanıdır bu çiçək tozu. Bu da yəni ki təbii hələ indi gətirdiyi baldır. Digər ramkanı mən istəyirəm çıxardım. Və bu ramkada da hələ gördüyümüz kimi yəni arı bura bala vurub, yəni yumurta qoyub, təzə yumurtadır. Bura isə bal, hələ baxın bu qədər bal vurub. Yəni ki, bu ramkada təqribən olar bir yarım kiloya yaxın bal, qalanı isə baladır. Yəni ki, arılar mən yenidən qeyd etmək istəyirəm. Burada hələ təzə məhsul gətirir. Hələ bunun məhsul gətirməyi, yəni ki, qabaqdadır. Hələ burada arılar ən azından bir aya yaxın güldən çiçəkdən məhsul gətirəcək. Öz nömrəmi də sizə deyim. Yəni ki, kim belə təbii məhsul, təbiətin qoynundan, bax gördüyümüz bu cənnət məkan yerdən arıların min bir əziyyətlə yığdığı balı mən sizə təklif edirəm. Kim istərsə, mənim nömrəmlə əlaqə saxlaya bilər. Nömrəmi sizə xatırlayıram, 051 546 39 39. Yenidən mən deyirəm, sizə özünüzə qeyd eləyin, 051 546 39.